Salam mənim gözəl gözlü ceyranım, tanış olaq səninlə gözəl xanım. Səninlə gedək gezməyə rayonlara, kim nə desə fikir vermə onlara. Səni alıb maşın açaram dükanda, toy eləyərik bahalı restoranda. Dəvət edib Aygün Namiq Röyanı. Dəsti saxla, çox danışma sən canım. Soruşsan üstündə 5 manatın var. Maşının yox, eşeğin var, atın var. Varsa maşın hansı markadır denən. Ağıl düşüncə görmürəm sən demən. Var maşının özü də 207'dir. İçərisi yığılmadı ləzzətlidir. 500 manat maya bıraxmışam içinə, özümdən də yaxşı baxmışam içinə. Satıb 2 qızı yığmışam salonda, qoydurdum bahalı maqnitofonda, bluetooth, flaşka, mikrofonda. Qapı açıldı, rəngli işıqlar da var, mənim kimi maşına baxan harda var. Gəl oturaq səninlə gəzək şəhərdə, görən olmaz vardı pilon qatərdə. Saxla görək bir maşının var deyə, sənlə tanış olmalıyam mən niyə? Maşının var yoxdur ağıl başımda, evim yoxdur yaşayacağım maşında. Maşın bişircik, maşın yeyəcək, pul lazım olan da neyləyəcək? Nə iş görürsən də qazancın nədir? Mənim gündə 300 rasxodum edir. Saçı klatkası boyadır nağlara, gündəlik verirəm 100 manat para. Gün orta ujinimdə restoranda, yüzdə odur rasxoduma qalamda. Hələ vardı səhər gəliyən 6'sı, buna da gedir 10 qolların 6'sı. Gündə 10-15 manat da konturum, İndi səndənəm bu maşınına oturum. Yox oturma, yuxarı çox gedirsən, sən gündə 300 rasxod edirsən. Mən o pulu qazanıram 15 günə, qazana bilərəm inanıram 15 günə. Axşamacan edirəm taxa batdıq, şirkət müştəri verməsə batdıq. Sən kraliçasan, yaşa sadəsən, 300 manat rasxod olar, xəstəsən. Nəysə tamam özümdən muqayat ol. İnanmıram yaxşı yola, yaxşı yol.